Salam uşaqlar, hər vaxtınız xeyir. Bu gün mən sizə Ernest Hemingway Qoca və Dəniz povestinin icranı verəcəm. Çox maraqlı əsərlərdən biridir. İndi isə keçirik bu povestdə düşən əsas məqamlara. O iki avarlı balaca qayıqda Gulf Streamdə tək başına balıq tuturdu. Uşaqlar, burada məkanın adı verilibdi Gulf Streamdə. Deməli 84 gün idi ki, dənizə gedir, hər dəfə əli boş qayıdırdı. Deməli neçə gün idi dənizə gedirdi? 84 gün. Və beləliklə ilk 40 gün ərzində balaca oğlan da qoca ilə bərabər getmişdi. Deməli, qoca balıqçı idi və onun yanında balaca bir oğlan da vardı ki, həmin balaca oğlanı da balıqçı kimi öyrədirdi. 40 günü həmin balaca oğlan da yanına salıb aparmışdı. Bəs 44 gün getməmişdi. İndi əsəri oxuyanda başa düşəcəyik. Sonra oğlanın valideynləri onu başa saldılar ki, qoca balıqçı uğursuz adamdır. Baxın uşaqlar, uşağın özü yox, valideynləri başa salır ki, bəs o uğursuz balıqdır. Sən onun yanına getsən, heç nə öyrənə bilməyəcəksən. O da ata-anasının təkidi ilə qocadan ayrılıb başqa qayığa getdi. Yəni ata-ananın sözünü bir növ sındırmadı da. Özü də birinci həftə ərzində 3 iri balıq gətirdi. Deməli, o doğrudan da başqa qayığa gedəndən sonra həmin uşaq 3 iri balığı da bura gətirdi. Qoca balıqçının halı oğlanı yaman kədərləndirirdi. Axı o öyrətmişdi balıqçılığın sirlərini ona və balaca oğlanın qoca balıqçıya yazığı gəldi. Hər gün əli boş qayıdanda uşağın ona yazığı gəlirdi. O hər axşam sahilə gedib qocaya qayıqdan şeylərini, kəndirlərini, yelkən dolanmış dor ağacı və nizəni daşımağa kömək edərdi. Yelkən başdan başa yamaq içində idi. Deməli, çoxdanın qayığı idi və o hər dəfə bir tərəfi sınanda onu yamaq vururdu. Dor ağacının sarınmış bir köhnə yelkən dəvələrlə məğlubiyyətə düçar olmuş alay bayrağına oxşayırdı. Bu hissəni yadda saxlayın ki, uşaqlar, deməli səhvkar nə edirdi? Məğlubiyyətə düçar olmuş alay bayrağına oxşatdığı nə idi? Bəli, dor ağacı idi. Usanmış yorğun qoca balıqçı çox arıq və peysərini dərin qırışlar örtmüşdü. Qonur rəngdə çalan yanaqlarını ləkələr bürümüş, ləkələr hər iki yanağı boyu sifəti ilə üz aşağı boynuna qədər yayılırdı. Deməli, burada şair səhv yazdım, portret yazmaq istəyirdim. Neyniyibdi? Burada qoca balıqçının nəyini veribdi? Portretini veribdi. Bunu yəni silim. Burada niyə mən səhv yazdım belə? Aha. Qonur rəngdə çalan yanaqlar. Baxın, bu artıq əsərin nəyi olacaq? Portreti. Dənizdən ağır nataraz balıqları dartıb çıxardanda əllərini kəndir kəsib yarıq-yaraq eləmişdi. Bu yarıqların heç biri təzə deyildi. Hamısında susuz səhrada köhnə çatlara oxşayırdı. Özü qoca olsa da dəniz kimi mavi gözlərində gənclik etirazı var idi. O gözləri qocanın nə qədər məğlub edilməz olduğunu göstərirdi. Deməli, qocanın məğlub edilməz olduğunu göstərən nə idi? Bəli, onun gözləri. Santiago, oğlan qocaya hörmətlə müraciət etdi. Deməli, biz burada qocanın adının Santiago olduğunu anlayırıq. Bundan sonra mən dənizə yenə səninlə gedəcəyəm. Biraz pul qazanmışam. Onlar qayığı sahilə yerbəyer eləyib yoxuşla qəsəbəyə qalxdılar. Oğlan qoca balıqçını çox sevirdi. Çünki balıq tutmağın bütün sirlərini ondan öyrənmişdi. Qoca dilləndi. Yox bala, indiki yerin yaxşıdır. Bəxtin də gətirir. Orda qal. Yanındadır, bir dəfə 87 gün deyir hər səhər dənizə getdi. Bir dənə də balıq tuta bilmədik. Sonra 3 həftə gündə iri bir balıqla sahilə qayıtdıq. Baxın uşaqlar, əsərin əvvəlində bizə nə deyirdi? Əsərin əvvəlində deyirdi ki, 84 gün qoca balıqçı dənizə getdi. Deməli, bunun 40 gününü balaca oğlan da bundan getdi. Amma 44 gününü isə qoca balıqçı tək gedirdi. Və çünki oğlanın bununla getməmə səbəbi ata-anasının təkidi olmuşdu. Daha sonra o tez-tez gəlirdi, qoca balıqçının yadına salırdı. Və burada qoca balıqçının portreti də verilmişdi. Daha sonra burada balaca oğlan onunla keçmiş olan bir xatirəsini yada salır. Bu da başqa bir gündür. Deyir, yadında 87 gün səninlə dənizə getdik, heç tuta bilmədi. Amma ondan sonra deyir 3 həftə dalbadal getdi, gündə iri bir balıqla gəlirdi. Yadımdadır, qoca onun sözünü təsdiqlədi. Bilirəm ki, yanımdan öz xoşunla getməmisən. Yəni qoca deyir ki, mən səndən incimirəm də, bilirəm özün getməmisən. Mənə inanırsan, amma öz yerində qalsan yaxşıdır. Məni atam məcbur etdi. Tez cavan oğlan da atasının boynuna atır. Oğlan özünü təmizə çıxarmağa çalışdı. Mən uşağam axı, atama qulaq asmalıyam. Kaş bütün elə uşaqlar belə ola. Doğrudur, qoca dilləndi. Yaxşı eləmisən, başqa cür də ola bilməzdi. Atam nədənsə sizin bəxtinizə inanmır. Amma biz inanırıq, eləmi? Uşaq güya ona təsəlli verir. Əlbəttə, oğlan onun sözünü təsdiqlədi. Ustad, terrasa gedib
Baxın uşaqlar, bunu kim deyir? Bunu qoca deyir. Yəni bir-birinə təsəlli verirlər. Daha sonra onlar hara gedirlər? Terrasa gedib biraz pivə içək deyirlər. Şeyləri nə vaxt istəsəniz evə aparaq. Pivə pulunu da uşaq deyir ki, mən verəcəyəm. Lap yaxşı. Niyə də içməyək deyə qoca razılaşdı. Balıqçı balıqçını qonaq edərdə onlar terrasa, restorana gedib oturdular. Orada çoxlu balıqçı vardı. Qocanı görəndə gülə-gülə zarafatla başladılar. Qoca isə zarafatlardan incimirdi. Testdə ən çox düşən məqam budur ki, qoca zarafatlardan inciyirdi. Xeyr uşaqlar, burada incimir. Yaxşımı bu yadda qalsın. Yaşlı balıqçılar onun hətta halına acıyırdılar, ancaq bunu büruzə vermirdilər. Onlara qocaya hətta hörmət edirdilər. Balıqçıların tilovu dalğaların axınına nə qədər dərin atmaqlarından, gözəl havadan, dənizdən görüb eşitdiklərindən danışırdılar. Burada dənizdən danışırdılar. Bu gün balıq ovunda bəxti gətirənlərin hamısı buradaydı. Onlar içini çıxarıb təmizləyəndən sonra balıqları bir-birinə bərkidilmiş qoşa taxtaların üstünə köndələn düzmüşlər. Balıqlar ambarda soyuducuya doldurulub havana bazarına aparacaqlardı. Deməli, balıqları hara aparacaqlardı? Havanna bazarına. Köpək balığından tutmuş balıqçılar ovlarını limanın o biri başındakı balıq zavoduna təhvil vermişlər. Deməli, balıqları hara təhvil vermişlər? Balıq zavoduna. Orada balıqlar tirdən asıb üzgəclərini kəsmiş, qaraciyərlərini, balıqlarını çıxarır, dərilərini də soymuşlar. Duza qoymaq üçün onları uzundan nazik yarmışdılar. Külək şərqdən əsəndə balıq zavodunun üfunət iyi gəlirdi. Bu gün külək səmtini dəyişmişdi, şimaldan əsirdi. Sonra tamam kəsdi. Qoxu da azalırdı. Külək çünki istiqamətini dəyişmişdi. Günün altında terrasda oturmaq adamın lap xoşuna gəlirdi. Oğlan dedi: "Santiago, hə, nə olub?" Qoca pivə stəkanını əlində tutub dərin fikrə dalmışdı. Keçmişləri yadına salırdı. "İcazə ver gedim, sənin üçün sabah bir neçə deyir sardina tutum." "Yox, lazım deyil. Sən get, beysbol oyna." Mən deməli o deyir mən sardina tutum. Qoca da deyir: "Yox, beysbol oyna." Deyir mən hələ özüm avar çəkə bilirəm. Toru isə radiolu atar. Yox, gedəcəyəm. Madam ki, səninlə balığa gedə bilmirəm, qoy başqa işlərdə deyir, heç olmasa sənə kömək eləyim. Bir növ o uşaq özünü borclu hiss eləyirdi. Mən pivəyə qonaq elədiyin üçün çox sağ ol. Maşallah, daha yekə oğlansan. Mən birinci dəfə dənizə aparanda neçə yaşın vardı? Deyir, sənin birinci dəfə aparanda 5 yaşın vardı. Az qalmışdı, dənizə düşüb boğulasan. Balıq tutub qayığa çıxardım. Başladın çırpınmağa. Az qaldı, qayığı sındırıb tikə-tikə eləsin. Yadındadır, deyir. Yəni burdakı uşağın 5 yaşında olan xatirəsi yada düşür. Əlbəttə yadımdadır. Yaman çırpınırdı. Quyruğu ilə elə vururdu ki, qayığın oturacağını da sındırdı. Amma sən də o ki var toppuzla əzişdirdin də onu. Məni də götürüb qayığın burnuna tulladın. Özün də təpədən dırnağa qan içində idi. Doğrudanmı? Yadında belə yaxşı qalıb? Deyir ya yoxsa mən sonralar tez-tez bunu nağıl eləyirdim. Bax uşaqlar, burada nəticə çıxara bilərik ki, bu hekayəni, yəni keçmiş hekayələrini ilk dəfədə danışmırlar. Deyir sonralar nağıl eləyirdim. Deməli bu hekayələr dəfələrlə danışılıbdı. Səninlə dənizə çıxdığım deyir birinci gündən bəri olub keçən hər şey yadımdadır. Yəni mənə danışmasan da yadımdadır. Qoca balıqçı günün altında qalmaqdan qat çəkmiş gözləri ilə oğlanı oxşadı. Onun baxışlarından etibar və məhəbbət yağırdı. Deməli, biraz susandan sonra səsini mehribanlıq duyulan qoca astadan dedi: "Doğma oğlum olsaydın, heç nəyə fikir verməyib riskə gedər səni özümlə dənizə aparardım." Bax bu hissə düşür ki, qoca oğlanı ürəkdən dənizə aparmaq istəyirmi? Bəli, amma nə olsaydı, deyir, doğma oğlum olsaydı. Qoca təəssüfləndi. Heyf ki, başqasının oğlusan. Qocanın təəssüflənməsinin səbəbi nə idi? Oğlanın başqasının oğlu olması. Amma yenə də uğurlu qayığa düşmüsən. Sardina tutmağa icazə vermirsən. Tilova taxılası yemin də yerini bilirəm. 4 dənəsi bəsimdir. Səhər apardığım yem necə var idi, elə də qalır. Qutuda duzun içinə qoymuşam. Qoy gedim 4 dənə deyir təzə yem gətirim sənə. Onda bir dənə gətir. Qoca razılaşdı. Oğlan israrla dedi: "İcazə ver, heç olmasa 2 dənə də gətirim." Oğlan deyir 4 dənə yem gətirim. Qoca deyir: "Yox, bir dənə gətir." Oğlan da deyir 2 dənə gətirim. 2 dənə gətir. Axırda bunlar 2 dənə ilə razılaşırlar. Qoy sən deyən olsun. Qoca onun xətrinə dəymək istəmədi. Sonra ehtiyatla soruşdu: "Olmaya balıq yemini oğurlamısan?" "Yox, pulla almışam." Yəni bu balıq yemini nə ilə alırdı? Pulla. Kirimə keçsəydi əlbəttə deyir çırpışdıram deyə, yəni oğurlamaqdan da çəkinmirəm. Qonaqlıq üçün çox sağ ol. Qoca təşəkkür etdi. Qoca artıq ikinci təşəkkürdür. Çox sayədə başaşağı, təmiz ürəkli, həm də təvazökar adam idi. Hiylənin, kələyin nə olduğunu bilməzdi. Bu da onun hörmətini daha da artırırdı. Qoca dedi: "Ləpə elə belə qalsa pis olmaz. Sabah hava yaxşılaşar. Sabah balığa hara gedəcəksən? Fikrim uzaqlara getməkdir. Dan sökülməmiş dənizə çıxacağam. Belə etsəm külək səmtini dəyişəndə geri qayıda bilərəm."
Mən bəlkə işlədiyim qayığın yiyəsini dilə tutub onu da uzaqlara aparım. Oğlan gülümsəndi də, yəni səni görüm. Qarmağını iri balıq keçsə köməyinə gələrik. O sahildən çox uzaqlaşmır. Elədir, oğlan razılaşdı. Bəlkə də bu dəfə şirinləşdirib apara bildim. Deməli bunun oğlanın işlədiyi balıqçı sahildən uzaqlaşmırdı. Deyir, çünki onun gözləri yaxşı görmür. Uzaqda uçan quşları göstərib deyə mən ona deyərəm ki, "A, balıq var orada. Onda uça-uça gələcəkdi o da ora." Yəni bu dərəcədə o pis görür. Qoca balıqçı soruşdu. "Kordur da." Qəribədir, qoca mızıldandı. O ki ömründə çanaq balığı tutmağa getməyib, gözləri niyə xarab olub? Yəni qoca belə qənaətə gəlir ki, çanaq balığı tutmağa gedən adamın gözləri zəifləməlidir və bunun qayığında işlədiyi, yəni oğlanın qayığında işlədiyi adam isə çanaqlı bağı tutmayıbdı. Yəni çanaqlı bağanı tutanın gözü zəif olmalıdır. Bu qocanın qənaəti idi. Sən ki neçə il Moskit sahillərinə gedib çanaqlı bağa tutmusan, bəs niyə gözlərin kor olmayıb? Məşəl kimi parıldayır. Deməli, uşaqlar qoca çanaqlı bağa tutubmu? Bəli, tutub. Harada tutubdu? Moskit sahillərində tutubdu. Ona görə ki, deyim mən qəribə qocayam, fərqli qocayam. Birdən çox iri balığa rast gəlsəm tutub çıxarmağa gücün çatar. Mənə elə gəlir ki, çatar. Bu işdə gücdən çox deyə fənd lazımdır. Deməli, kişi balıq tutmağın gücə önəmi vermirdi. Deyir, əsas odur ki, fənd olsun. Şeyləri yavaş-yavaş aparaq evə. Oğlan ayağa durdu. Oradan da mən toru götürüb sardina tutmağa gedərəm. Qoca kəndiri avarlara bənd edilən halqalardan keçirib mıxlara bağladı. Yerində əyləşib kürəkləri götürdü. Sinəsini qabağa verib başına əydi. Suyu yarı-yara dənizə çıxdı. Hava qaranlıq idi. Səhərin gözü hələ açılmamış, sahil boyu səpələnmiş başqa qayıqlar da bir hərəkətə gəlirdi. Dənizə çıxırdı. Qoca onları görməsə avarlara müqavimət göstərən liman sularının şappıltısını eşidirdi. Aypara təpənin arxasında gizləndiyindən heç nə görünmürdü. Vaxtaşırı hansısa qayıqdan adam səsi gəlirdi. Qayıqların çoxunda sakitlik idi. Dənizin sinəsinə tez-tez yaran avarların səsi sükutu pozurdu. Biraz qayıqlar limanı arxada qoyub geniş okeana səpələndi. Səxavətli dənizin tükənməz nemətlərindən bir balıq qoparmaq ümidi ilə hərəyə bir yön üz tutdu. Deməli, hərə bir yönə üz tutdu. Yəni təkcə balıqçı durmamışdı da tez. Qoca balıqçı bu gün çox uzaqlara getməyi düşünürdü. Okeanın səhər havası ucsuz-bucaqsız mavi suları onun ağuşuna aldı. Qaranlıq olsa da qoca balıqçı səhərin yaxınlaşdığını duyurdu. Avar tərpəndikcə qayıq irəliləyirdi. Balıqlar sudan sıçrayıb havada mayalla qaşırdı. Təzədən suya düşürdü. Balıq süzdükcə üzgəci vıyıldayırdı. Qoca qanadlı balıqları ayrıca bir istəklə sevirdi. Bu düşür imtahanda. Qoca nəyi sevirdi? Qayıqlı balıqlar. Qocanın ayrıca bir sevdiyi hansı balıq idi? Qayıqlı. Və çanaqlı bağa necə balıq idi? Deyir, onu tutan gözləri gərək kor olsun. Onlar balıqçının geniş okeandakı əsl dostlardır. Bax, bu düşür. Deməli, balıqçının əsl dostları hansı balıqlar idi? Qanadlı balıqlar. O quşları da sevirdi, ancaq onlara həm də yazığı gəlir. Bəs o başqa nəyi sevirdi? Hansı heyvanları? Quşları. Həm onları sevirdi, həm də onlara yazığı gəlirdi. Niyə? Daimdən axtaran, amma dimdiyinə heç nə keçməyən xırda, zərif, su qaran quşlarının halına yaman acıyırdı. O hansı quşların halına acıyırdı? Su qaran quşlarının. Yazıq quşların həyatı bizimkindən qat-qat ağırdı. Quşların həyatı bizimkindən də qat-qat ağır adlandırırdı. Əlbəttə yırtıcı quşları demirəm. Yəni yırtıcı quşları demirdi, su qaranquşlarını deyirdi. İndi ki okean belə amansızdır, su qaranquşu kimi zəif quş niyə yaradılıb? Deyir, bəs okean belə amansızdırsa, bu qaranquş niyə yaradılıb? Deməli burada onun bir növ şikayəti var ki, niyə su qaranquşları yaradılıbdı? Axı okean amansızdır, onlar yem tapa bilmirlər. Doğrudur, dəniz çox vaxt mərhəmətli olur. Bax o dənizi artıq birinci amansız adlandırır. Hardaydı o? Amansız adlandırır. Amma daha sonra deyir ki, yox, yox, dəniz mərhəmətli olur, amma coşanda üzünü də görmə. Elə aşırı-daşırı göz açmaq olmur. Yem axtaran bu yazıq quş dəhşətli fırtınalar dənizə baş vurmalı olur. Dimdiyinə keçən xırda balıq dalğalarını əlindən alır. Bir şey çıxmayanda civildəşə fəryad qoparırlar. Elə bir şikayətlənib dərdləşirlər. Bu cılız məxluq hüdudsuz okeanın əzəməti qarşısında heç nədir. Gəlin buranı bir dəfə də konkretləşdirək uşaqlar sizinlə. Deməli, artıq o qayığa çıxanda səhərin açıldığını da dərk edirdi. Görürdü ki, artıq səhər açılır və beləliklə balıqları da görürdü ki, sıçrayıb havada mayalla qaşırdı. Qanadlı balıqları o başqa bir istəklə sevirdi. Okeanda onun dostları da qanadlı balıqları idi, amma quşları həm sevir, həm yazığı gəldi. Xüsusilə də su qaranquşlarına. Çünki yaman onların halına acıyırdı. Deyir, okean belə amansız olduğu müddətdə niyə onlar yaranıb şikayət edirdi. Daha sonra deyirdi ki, yox, yox, yaxşı ki onlar yaranıbdı və dənizi daha sonra mərhəmətli də adlandırır. Amma coşanda deyirdi, üzünü görmə. Qoca dənizi ürəkdən sevirdi. Bax,
Qocanın da ürəyi geniş imiş, hər şeyi sevir. İspaniyada dəniz aşiqləri onu Lamar pəri deyə əzizlərdi. Deməli, uşaqlar qocanı, yox, İspaniyada dəniz aşiqləri onu Lamar, İspanlar dənizə necə deyirdilər? Lamar, yəni pəri deyə əzizlərdi. Arabir acıqları tutanda pisləsələr də, deməli, İspaniyalılar arabir dənizi pisləyirdilər də. Çox vaxt hörmətlə yad edirdilər. Köpək balığının qaraciyəri tapılmayanda çoxlu pul qazanmaq üçün motorlu qayıqla balıq tutmağa gedən cavanlar dənizə rəqib kimi baxırdılar. Bax, motorlu qayıqla balıq tutmağa gedənlər dənizə nə kimi baxırdılar? Rəqib. Deməli, dənizə rəqib kimi baxan motorlu qayıqla gedənlər idi. Motorlu qayıqla niyə gedirdi cavanlar? Çünki köpək balığının qaraciyərini tapa bilməyəndə. Onlar lazım olduğu olmadı dənizi lənətləyirdilər. Deməli, motorlu qayıqla gedənlər də lənətləyirdi. Qoca üçün isə dəniz hər şey idi. Onun həyatı dəniz idi. Ona ilahə kimi baxırdı. Deməli, dənizə ilahə kimi baxan kim idi? Qoca. Bu ilahi insan oğluna nələr vermir? O nə qədər səxavətli, nə qədər lütfkardır. Dəniz qəzəblənib qocanı incidəndə üz döndərib heç nə verməyəndə belə balıqçı ondan şikayətlənmirdi. Neynəmək olar? Dənizin təbiəti belədir. Yəni heç vaxt bax qoca şikayətlənmirdi ümumiyyətlə dənizdə. Keçirik indi növbəti hissəmizə. Dan söküləndə qoca qarmaqları yem keçirib tilovları suya atdı. Ləpə qayığa apardı. Tilovlardan birincisi 40, ikincisi 75, üçüncüsü 104-cü 125 dəniz sarjeni dərinliyinə düşdü. Qoca qarmaqları cərcə ilə sardina taxmışdı. Hamısında da gözlərini qarmağa keçirmişdi. Beləliklə qarmaqlar yarımdərə yem çələngi əmələ gətirdi. O dənizdəki balıqları şirinləşdirib aldadacaqdı sardinalarla və beləliklə yemə yaxınlaşmağa qoymayacaqdı. Çünki qarmağın hər tərəfində eyni dadı, eyni ləzzəti duyacaqdı. Oğlan verdiyi bir cüt təzə tunes balığı. Tunes balığı oğlan vermişdi. Qoca əndərinə atdığı tilovlara keçirmişdi. O bir-iki tilovdan birinə aidi skumbiriya, o birinə isə sarı ümrün balığı. Deməli uşaqlar, deməli tilovlarına nə keçirmişdi? Tunes balığı, skumbiriya və sarı ümrün balığı taxmışdı. Ötən dəfə bunlardan istifadə etməyinə baxmayaraq yemlər yaxşı qalmışdı. Deməli bu yemləri ikinci dəfə idi istifadə eləyirdi. Bir dəfə də eləmişdi. İndi də əla növ sardinanın iyi balıqları çəkib əla növ sardinanın iyi balıqları çəkib qarmağa keçirəcəkdi. Qələm yoğunluğunda yaşıl elastik çubuqlar kəndirə bağlanmışdı. Balıq qarmağa toxunan kimi çubuq da suya əyiləcəkdi. Kəndirin hər iki iplərini də ucuna ehtiyat üçün başqa ip düyünləmişdi. Bu da qarmağı udas balığı üçün 300 dəniz sajeni qədər məsafədə sərbəst üzməyə imkan verəcəkdi. 2 saat idi ki, günəş doğmuşdu. Hələ də bunun ovuna heç nə düşməmişdi. İndi qoca gün doğana baxanda günəşin tellərinin güzgülərini dəniz gözlərini o qədər qamaşdırmırdı. Göz işləyən yerdə yalnız 3 qayıq vardı. Onlar da zorla seçilirdi. Deməli, onun yanında 3 qayıq vardı, amma uzaqda idi. Elə bir sahildən qopmamışdılar. Qoca fikirləşdi. Lap uşaqlıqdan gün gözümü qamaşdırır, amma gözlərim hələ də deyil, yaxşı gör, xarab olmayıb. Gün batanda düz ortadan baxıram. Gözlərim qaranlıq çökmür. Hərçənd günəş qürub çağıda bərk şölələnir, telləri adamın gözünə batır. Günəş od saçırdı. Hava isti fəsli idi. Qoca bunun peysərinin yanmasından duyurdu. Avar çəkdikcə kürəyindən tər sel kimi axırdı. İndi biraz yatıb dincələ bilərəm. Hər ehtimala qarşı kəndiri də ayağının baş barmağını bağlayıb ki, tərpənən kimi yuxudan ayılıb. Deməli, qoca kəndiri baş barmağına bağlayır ki, oyansın, axın üz qayığı aparacaq. Bu gün 85-ci gündür, mütləq balıq tutacağam. Yadınızda uşaqlar, əsərin əvvəlində mən demişdim ki, 84 gün idi ki, heç birinə tuta bilmirdi. Artıq deyə bu gün neçənci gündür? 85-ci gündür ki, mən artıq balıq tutmalıyam da, yoxsa ayıb olar. Bu vaxt qələmvari yaşıl çubuqların biri suya sarı əyildi. Bax, belə mən istəyən elə budur. Qoca kürəyini ehmalca sudan çıxartdı. Əyilib kəndiri qaldırdı. Sağ əlini baş barmağı ilə şahadət barmağı arasında saxladı. Nə gərginlik, nə də ağırlıq duydu. Kəndiri boş tutmuşdu. Birdən kəndiri dartdı. Hərəkət yavaş-yavaş yüngül idi. Qoca bunun nə olduğunu dərhal başa düşdü. Bu deməli marlin balığı idi. Qocanın özü dərhal başa düşdü. 100 dəniz sajeni dərinliyində çəngəl uzuna keçirilmiş sardinaları yeyirdi. Qoca sağ əlini boş tutduğu kəndiri sol əllə ehtiyatla tilov ağzından açdı. İndi o balığı heç nə sezdirmədən kəndiri suya istədiyi qədər buraxa bilərdi. İlin bu fəslində sahildə bu qədər uzaqda balaca balıq olmaz. Yəqin bu çox yekə balıqdır. Qocanın bu təsəvvürüdür. Ye balığım, ye sardinanı, yaxşı-yaxşı ye. Yem təzədir, 600 fut dərinlikdə. Yəqin yerin çox soyuqdur. Üşüyürsən, qaranlıq, üstəlik də soyuq. İndi o qaranlıqda bir dəfə çevril, sonra əvvəlki vəziyyətini al yenə. Çünki tutsun da kəndirinə. Kəndir yavaşca tərpəndi, sonra bərk dartıldı. Görünür, balıq sardinaları qarmaqdan qopara bilmirdi. Sonra heç nə baş vermədi. Qoca səsləndi.
Gəl görüm bir də hə, yaxşı-yaxşı ilə qoy ləzzətli iyi səni məst eləsin, iştahla ye. Onları yeyəndən sonra tunnesin də dadına bax. Tunnes biraz bərk olsa da ləzzətlidir. Balığım, çəkinmə ye. Kəndiri baş barmağı ilə şəhadət barmağı arasına tuta-tuta qoca başqa kəndirlərə də, iplərə də nəzər yetirirdi. O yenə də yüngül bir təkan hiss etdi. Yeyəcək, ağzı nədir yeməsin? Qoca qışqırdı. Allah özü ona ruzi yetiribdi. Yox, balıq tilova gəlmədi, hardasa getdi. Kəndiri daha tərpətmədi. Qoca heç nə başa düşmədi. Gedə bilməz. Həzrəti İsa onu getməyə qoymaz. Deməli qoca burada Həzrəti İsa'nın adını çəkir, deyir, o qoymaz ki, bu balıq getsin. Çox güman bu balıq əvvəllər bir dəfə də qarmağa keçib. Odur ki, indi ehtiyatlıdır. Bu qoca bu balığı ağıllı adlandırırdı. Çünki deyirdi ki, o 100% bir dəfə də qarmağa keçibdi, hiyləni bilir də. Kəndir yüngülcə tərpəndi. Qocanın keyfi kökləndi. Mən dedim axı yerini dəyişir, tilova gələcək. Balığın kəndiri yavaşca tərpətməsi qocanı sevindirdi. Ancaq gözlənilməz ağır təkanda balıqçı sarsıldı. Görünür balıq çox yekə, çox ağır idi. Qoca kəndiri buraxdı. Kəndir sürüşə-sürüşə sürətlə aşağı dərinə, lap dərinə getdi. Qoca ehtiyat üçün saxladığı kələflərin birini işə saldı. Kəndir dərinə getdikcə qoca barmaqlarına düşən gücdən balığın nəhəngliyini daha da hiss edirdi. Bu balıq nə boydadır? Qoca təəccüblə mızıldandı. Görünür qarmağı köndələni udub. O da ilişib ağzına indi qurtulmağa can atır. Kəndiri qırıb qaçmaq istəyir. Qoca fikirləşdi. Dönüb qarmağı da udacaqdı. Ancaq düşündüyünü dilə gətirməyə qorxurdu qoca. Ona elə gəlirdi, arzu dilə gəlir, düşəndə baş tutmur. Bax uşaqlar, bunu yadda saxlayın ki, qocanın belə bir şeyi vardı, deyimi vardı. Güya arzunu deyəndə o baş tutmur. Ona görə demir də, dönüb qarmağı udar birdən. Qarmağa keçən balığın çox yekə olduğunu anlayırdı. Bu dəqiqə balığın ağzına keçmiş qarmağı da, qarmağın sancılı tunesi də götürüb dənizin dərin qaranlıqdan necə çanaqdığını aydın təsəvvür etdi. Balıq tərpəndikcə qoca onun nə ağırlıqda olduğunu biraz da yaxşı duyurdu. Ağırlıq birdən də artdı. Qoca kəndiri boşaltdı. Sonra isə bir anlığa onu barmaqları arasında saxlayıb buraxdı. Ağırlıq və gərginlik yenə artdı. Kəndir aşağı dartılırdı. Əməlli başlı tutdu deyə qoca rahatlandı. Sonra kəndiri dənizə buraxa-buraxa sol əli ilə iki kələfin kəndirini açıb ikinci çəngəlin ehtiyatla kələfinə zaladı. İndi o nəhəng balıq vuruşmağa hazır idi. Dənizə buraxdığından başqa heç bir 40 dəniz sajeni uzunluğunda 3 ehtiyat kələfi var idi. Deməli, onun 3 dənə ehtiyat kələfi var idi. Biraz ud görək, qoca xəyalən balıqla danışırdı. Yaxşı-yaxşı ud, elə ud ki, qarmağın ucları gedib düz ürəyinin başına batsın. Sonra suyun üzünə çıx, nizəni böyrünə sancım, oldu, hazırsanmı? Çox yeyəcəksən. Daha bəsdir qoca qışqırdı. Kəndiri iki əlli var gücü ilə özünə tərəf dartıb qədərinə geri yığdı. Sonra ipi bir neçə dəfə tərpətdi. Qocanın bütün səyləri boşa çıxırdı. Balıq baş götürüb üzdükcə də qayıqdan uzaqlaşırdı. Qoca isə onu bir düymə belə dala qaytara bilmirdi. Balıqçının kəndirləri çox möhkəm idi. O bunları iri, güclü balıq üçün hazırlamışdı. Kəndirin kürəyinə aşırım tarıma çəkdi. Ətrafa su damcıları səpələndi. Qoca taxta oturacağa çökülüb bədənini dala verdi. Bütün gücünü topladı. Qayıq yavaş-yavaş şimal-qərbə yönəldi. Balıq durmadan üzür. Qayıq da sakit dənizin sinəsi ilə balıq gedən səmtə gedirdi. Qarmağına yem taxılmış bir tulavını o suda idi. Hələlik qocanın əlində heç nə gəlmirdi. Gecə yarı iki dənizinin donuz mayallaq vura-vura qayığın böyür başında üzürdü. Deməli, burada başqa hansı balıqlardan danışırdı? Dəniz donuzu. Qoca onların səsini eşidirdi. Erkək donuz bərkdən dişisi astadan fısıldayırdı. Qoca dedi, yaxşı heyvandılar, oynayırlar, zarafat eləyirlər. Qanadlı balıqlar kimi bunlar da biz insanlara yaxındır. Deməli, o qanadlı balıqları insanlara yaxın dost hesab edirdi. Başqa nəyi dost hesab edirdi? Bu dəniz donuzlarını da. Qocanın kilovu düşən iri balığa yazığı gəldi. Balıq deyil, xalis möcüzədir. Görəsən nə yaşdadır? Ömründə belə güclü balıq tutmamışam. Başıma belə oyun açan olmayıb. Görünür çox ağıllı balıqdır. Atlanıb düşmür. Kəndiri daşsa hoppansa bir anda məni məhv edə bilər. Ola bilsin bundan qabaq dönə-dönə qarmağa keçib indi istəyir çarpışmaqla canını ölümdən qurtarsın. Yəqin qoca təkbətək vuruşduğunu bilmir. Çox iri balıqdır. Görəsən yəni o elə bilir ki, yəqin çox adam tutub da bunu. Əti dadlı olsa da bazarda nə qədər pul çıxar? Artıq qoca onun pulunu belə düşünürdü. Yemi götürməyindən bildim ki, erkəkdir. Artıq balığın cinsiyyətində deyir. Özünü lap kişi kimi aparır. Heç nədən qorxub eləmir. Görəsən nə elədiyimi bilmir. Yoxsa o da mənim kimi bəxtinin izinə düşüb hara gəldi gedir. Balıq insanın hər cür kərləyindən, hiləsindən, qurduğu tələdən uzaqda okeanın dərinliyində yaşamaq istəyir. Mən isə onu üzə çıxartdım. İnsan nəfəsə dəyməyən bir yerə. İndi biz bir-birimizi bağlamışıq. Bir-birimizdən ayrılmazıq. Aramızda yaxınlıq gün ortadan başlanıbdı.
Deməli, bu balığı günortadan tutubdu. İndi mən ona heç bir kim kömək edə bilməz. Balıq yavaş-yavaş dövrə vurur, qayığa yaxınlaşırdı. O gözəlliyi, görkəmi ilə qocanı heyran qoymuşdu. Qoca nizəni qapıb bütün gücü ilə balığın döş üzgəncinin altına sapladı. Deməli, nizə ilə artıq onu da öldürdü. Balıq yerindən tərpənmədi. Qoca balığı üç yerindən, belə işte balığı öldürdü. Üç yerindən vurdu. Bir burnundan, bir ortasına, bir də quyruğundan. Qayığa möhkəm bənd elədi. Balıq o qədər iri idi ki, elə bir qayığın özünü gəminin böyrünə qoşmadı. Elə bir şey balıq aparırdı da bunu. İndi balıq əlində altındaydı. Əlləri də belə də bərk ağrıyırdı. Bunlar da yuxu deyil, həqiqət idi. Əllərinin tez sağalacaq. Qoca özünə təsəlli verirdi. Yaralarımdan çox qan axıb, ona görə də qanım zəhərlənməz. Şor su yaranı tez sağaldır. Tez əlini şor suya basır, deyir, çünki şor su yaranı sağaldır. Bizim körfəzin lehməli suyunun dünyada yaranan birinci məlhəmdir. Hətta o şor suyu məlhəm adlandırırdı. Bu saat çalışmalıyam ki, huşumu itirməyim, əllərim də işini yaxşı görsün. Hələ heç pis üzmürük. Balığın ağzı bağlıdır, quyruğu da yaxşı durur. Gah qalxır, gah suya düşür. Doğmaca qardaş kimi yanaşı üzürük. Deməli, o balıqla özünü doğmaca qardaş adlandırırdı. Birdən başı gizlənləndi, düşündü. Görəsən, indi kim aparır? Öz-özünə danışırdı, huşu getmişdi. Mən onu, o mən aparır, yoxsa mən onu o qayığa yükləyib aparsaydım, bu sual ortaya çıxmazdı. Amma indi yanaşı üzürük, bir-birimizdə də möhkəm bağlı. Neyləmək, balıq məni aparır, qoy aparsın. Əslində isə mən ona hiylə qurdum. Yazıq balığın fikrindən keçmirdi ki, mənə pislik eləsin. Onlar da tələsmədən rahat-rahat üzürdülər. Qoca əllərini növbə ilə dənizə salıb şorsuda saxlayırdı ki, yaraları tez sağalsın. Baş gicəllənməsin. Göydə topa-topa bulud üzürdü. Qoca göyə baxanda küləyin bütün gecə əsəcəyini anladı. Elə bir uzaq görən qoca idi. Bu balıqlar bir an belə gözünü çəkmir. Baxdıqca baxıb özünü inandırmağa çalışırdı ki, gördüyü yuxu deyil, gerçəkdir. Yola düşəndən bir saat sonra bir-iki köpək balığı özünü onlara yetirdi. Aha, bax, əsas məsələ buradan başladı ki, köpək balığı gəldi. Köpək balığının üzünü qayığın quyruğuna yetirib həmləyə keçdi. Qoca onun cəhənnəm qapısı kimi geniş açılmış ağzını, dəhşət saçan gözlərini gördü. Köpək balığı nəhəng balığın quyruğundan iri bir parça qopartdı. Nəhəng balığın quyruğundan iri bir parça qopartdı. Alt çənə üst çənəyə dəyəndə dişləri elə şaqqıldadı ki, qoca diksindi. Köpək balığının əvvəl başı, sonra da beli sudan çıxdı. Yırtıcı ikinci həmləyə keçdi. 2 dənə köpək balığı bunlara saldırdı. Amma qocaya heç nə eləmədilər. Elə ancaq balıqla idi ki, qoca o dəqiqə nizəni köpək balığının birinci təpəsindən, gözlərini birləşdirən xətlə burnunun başına qalxan xəttin kəsişdiyi yerə sapladı. Əslində xətt falan yox idi. Abı rəngli kələ-kötür yekə kələ, geniş açılmış iri yırtıcı gözlər, bir də hər şeyi parçalamağa hazır şaqqıldayan çənə vardı. Zərbə endirilən yerdə köpək balığının beyni yerləşirdi. Ona görə də qoca nizəni qanaxan əlindən bərk-bərk tutub düz onu nişan almışdı. Bu zərbə heç nəyə ümid bağlamadan, amma coşqun bir qətiyyətlə, qəzəblə və tükənməz nifrətlə vuruldu. Çünki onun balığını yeyirdi axı, 84 gündür balıq tutanmırdı. Qoca didilib eybəcərləşmiş balığını daha baxa bilmirdi. Köpək balığı nəhəng balıqdan bir parça qoparanda qocaya elə gəldi ki, yırtıcı lap onun qocanın ətini yer. Balığa göz tikəndə bax belə öldürərəm. Qoca qürrələndi. Deyəm, balığıma göz tikəni öldürərəm. Ömrümdə birinci dəfədir belə yekə dişə rast gəlirəm. Doğrudur, bu yaşa çatanda çoxunu görmüşəm. Amma belə nəhəng qarşıma çıxmayıb. İşim çox yaxşı gedirdi. Hayf. Söz yox, bu gediş uzun sürə bilməzdi. Bütün bunların yuxu olmasını elə istərdim ki, kəş mən bu azman balığı tutmamış olaydım. Bax, uşaqlar, qoca deyir, kəş bu yuxu olardı, mən də bu balığı tutmamış olaydım. Kəş indi deyir, çarpayımda uzanardım. Bir növ qoca bunların hamısının yuxu olmasını istəyirdi. Bərkdən dedi, insan övladı məğlubiyyət üçün yaranmayıb. Bax, əsərin elə ideyası buradan çıxır. Bu hissəni mütləq yadda saxlamalısınız. Baxsı deyir ki, insan övladı məğlubiyyət üçün yaradılmayıb. Onu məhv etmək olar, amma məğlub etmək olmaz. Bu sözü mütləq yadda saxlamalısınız. Başqa çarəviz yoxdur. İnsan övladı məğlubiyyət üçün yaradılmayıb, insanı məhv etmək olar, amma onu məğlub eləmək qətiyyən. Balığı öldürməyimə peşmanam. Bax, uşaqlar, deməli qocanın peşmançılığı burada yer verib. Mən niyə belə yazıram bugün? Təzdən yazaq. Deməli, qocanın peşman olmasına yer verilibdi. Niyə peşman idi? Balığı öldürməyinə görə. Deyir, yaxşı bilirəm, bu mənə ucuz başa gəlməyəcək. Həngamənin böyüyü hələ deyir qabaqdadır. Qoca uzaq görəni daxı bilirdi ki, qabaqda onu nə gözləyir. Qayıq 2 saat idi üzürdü. Qoca biraz da dincəlmək üçün böyrü üstə uzandı. Özünü gəlib güc toplamaqdan ötürü balığın ətindən çeynəyirdi.
çiğ balıq yeyirdi. Bu arada qayıq yaxınlaşan qoşa köpək balığının birini gördü. Yenə köpək balığı görür. Vay dədə deyə dəhşətli səsləndi. Bu elə belə bağırmaq deyildi. Əlinə qəfil mıx batmış adamın tükürpədici fəryadına oxşayırdı. Köpək balıqları şikarı parçaladıqca qayıq təkanları əsim-əsim əsirdi. Qoca heç nə görmürdü, yalnız eşidib duyurdu. Düşmənlərini havayı yerə kötəkləyirdi. Birdən toppuzu da yoxa çıxdı. Onda qoca sükanı dartıb yerindən çıxartdı. Qoca sükanı, yəni qayığın sükanına qənimlərini iki əli ilə dalbadal zərbə endirməyə başladı. Köpək balıqları indi qayığı dörd yandan araya almışdılar. Qaranlıq gecədə suyun üzündə ağaran nəhəng balığın ətini didirdilər. Parçanı qoparan kimi çəkilib bir də hücuma keçmək üçün dövrə vururdular. Ən axırda bir köpək balığı dairə vurub nəhəng balığın başına sarı üzdü. Qoca artıq hər şeyin bitdiyini anladı. Köpək balığının dişlərini nəhəng balığın möhkəm kəlləsinə ilişdirəndə qoca sükanı onun burnunun üstünə endirdi. Sükanla da vurdu. Sonra dalbadal bir zərbə vurdu. Sükan şaqqıltı ilə sınıb parça-parça oldu. Qoca əlində qalmış dəstəklə balığı bir də vurdu. Dəstək ətə girdi. İkinci zərbəni eyni yerə tutuzdurdu. Köpək balığı sıçrayıb qaçdı. Bu qayığa sonuncu hücum idi. Artıq yeyiləsi bir şey qalmamışdı. Qoca zorla nəfəs alırdı. Ağzından mis paxırı dadı verən nəsə şirin təhər bir tam var idi. Qoca bir anlığa qorxdu, ancaq bu halı tez də düşdürdü. Qoca artıq tamam əzilib məğlub edildiyini anladı. Qoca bayaq deyirdim, insan övladı məğlubiyyət üçün yaradılmayıb, amma burada məğlub edildiyini anlayır. Qayığın arxasına keçib sınıq sükanın dəstəyini yerinə taxdı. Onu işə yaradığından sevindi. Deməli, qayığı idarə eləməyə bir şey vardı. Köhnə kisəni çiyinə salıb oturdu, sahilə yönəldi. Bu saat qoca heç nə duymur, heç nə düşünmürdü. Hər şey ona yad olmuşdu. Ondan ötürü ki, hər şey geridə qalmışdı. Bir arzusu vardısa, o da doğma sahilə evinə çatmaq idi. Qayığı yaxşı üzürdü. Gecə yarı bir ayrı sürüdə nəhəng balığın skeletinə hücum elədi. Bax, demək köpək balığından sonra ayrı bir sürüdə hücum elədi. Ac qarınqulular daraşıb əvvəlkilərin qabağından qalma sümüyü də gəmirməyə başladılar. Qoca onları vercinə dalmırdı. Bax, qoca sonuncu hücum eləyənlər vercinə almadı. Gözəl qayıqdır. Qayığı ilə özünə təsəlli verirdi. Möhkəmdir, sınıb eləməyib. Bircə sükanı işdən çıxıbdı. Onu da düzəltmək asandır. Yəni uşaqla bu qədər əsər oxumuşam, ola bilər dilim çaşsın. Qoca balıqçı qayığının isti axınına girdiyini duydu. Sahil boyu uzanan qəsəbələrin çıraqları lap yaxın görünürdü. O harada olduğunu bilirdi. Bilirdi ki, birazdan evə çatacaq. Səhər tezdən oğlan çomaya baş çəkməyə gəldi. Qapıdan boylanıb baxanda qocanın yatdığını gördü. O qocanın rahat nəfəs aldığını görəndə rahatladı. Uşaqlar, çoma bir də amonim sözdür. Balıqçılar sahilə qocanın qayığını araya alıb qayığa bağlı nəhəng balığın skeletinə, çox böyük skeleti vardı. Hamı təəccübləndi bunun skeletinə. Bir balıqçı çırmanıb suya girmişdi. Əlində iplə balığın hətta boyunu da ölçürdü. Əsər epik növdə, povest janrında yazılıb. Təhkiyə burada aparıcıdır. Burada müəllifin məşhur Amerika yazısı Ernest Hemingway-nin yaradıcılığında həm də dünya ədəbiyyatında ən yaxşı əsərdir. Bir müddət Kuba sahillərində yaşayan tez-tez balıq ovuna gedən yazısının canlı müşahidələri nəticəsində, deməli bu canlı real həyatdan götürülən bir əsər idi. Həyatı kasıb daxması, sınıq salıq qayığı, bir neçə tilovu, yamaqlı balıqçı torundan başqa heç nəyi olmayan qoca əsərin qəhrəmanı zəngin mənəviyyatı, böyük iradə, tükənməz güc-qüdrət sahibi idi. Əsərin əvvəlində balaca balıqçı oğlanla söhbətində onun xarakterinin bəzi cizgilərini biz aydınlaşdıra bilərik. İnsan taleyi və həyatının mənası ilə bağlı mühüm suallar üzərində düşünməyə sövq edən bu əsər təkrarsız gözəlliyi oxucunu heyran edirdi. Deməli, burada insan, təbiət və bütün canlıların bir-biri ilə qarşılıqlı əlaqədə olması verilibdir. Demək, hər birinin mövcudluğu, hər birinin həyatı digərləri üçün önəmli olmasından danışılırdı. İnsanın ağlı, zəkası, əzmi, tükənməz qüdrəti ilə uca olduğunu deyirdi. Əsərdə bədi həllini tapmış məsələlər insanın mənəviyyatı idi, onun ətraf mühitə münasibəti, gerçəklik ilə əlaqəsi, yenilməzliyi və qüdrəti əsas planda idi. Əsərdə mövzu balıqçı həyatı idi. İdeası da insan övladı məğlubiyyət üçün yaradılmayıb. Hadisələr Kubsa sahillərində, Gulf Streamdə deyilən ərazidə baş verir. Əsər müəllifin şəxsi müşahidələri əsasında yazılıbdır. Qocanın adı Santiago idi. Amma oğlanın adı isə Manolin idi. Bax, oğlanın adı da burada verilib. Qoca 84 indi balığa çıxsa da əli boş qayıdırdı. Amma 40 gün Manolin onunla getdi. Lakin atası ona icazə vermədiyinə görə tək getdi. Manolin qocaya müsbət münasibət bəsləyir. Ondan ayrılsa da həmişə onun yanına gələrdi.
Manolin ailəsi qocanı uğursuz adlandırırdı. Manolin-Santiaq xətti nəsillər arasındakı ifadəni göstərir, gənc və qoca nəsil. Manolin danışına aydın olur ki, onlar daha əvvəl uğursuzluqları olubdu. Deyir, bir dəfə 87 gün getdik, balıq tutanmadıq, sonra 3 həftə dalbadal getdik, tutduq. Qoca çəkdiyi zəhmətlərin hədər gedəndən sonra öz həyat eşqini qoruyub saxlaya bilir. Qocanın dənizə yanaşması digər balıqçılardan fərqlənirdi. O dənizə sevgi ilə dənizə ilahi kimi baxırdı. Santiago ətrafındakı onların zarafatlarına məhəl qoymurdu. Balıqçı qayığa bağlanmış balıq skeletinə baxıb qoca Santiagonun tutduğu balığın böyüklüyünə heyran olurdular. Qoca qanadlı balıqları ayrıca bir istəklə sevirdi, hətta əsl dost hesab elirdi. Qoca quşları sevsə də onlara yazığı da gəlirdi. Yırtıcı quşları buna aid etmirdi. Dəniz qəzəblənib qocanı incitəndə üz döndərib heç nəyə verməyəndə belə qoca balıqçı dənizdən şikayətlənmirdi. Lap uşaqların gün gözü qamaşdırır, amma gözlərim hələ də yaxşı görürdü, deyirdi. Qoca bunları, yəni özü düşünürdü. Povestdə Həzrəti İsa peyğəmbərin adı çəkilir ki, deyir İsa qoymaz ki, bu balıq getsin. Qocanın tutduğu balıq marlen balığı idi. Qanadlı balıqlar kimi dəniz donuzlarını da insanlara yaxın hesab edirdi. Tutduğu balığın satış dəyərini də düşünür. Qoca balığı sahilə sağ-salamat gətirib çıxara bilmir. Qoca kiçik dostu beysbol oynamağı təşkil edir. Balıqçı oğlan Santiagoya sardina tutmaq istəyir. Yem kimi tunes balıqlarını qocaya məhz Manolin verir. Qoca ən böyük balığı tutmaqda ona uğursuz olduğu barədə dolaşan söz-söhbətə son qoyur. Artıq bütün balıqçılar onun tutduğu balığa heyran olmuşlar. Sağ olun, salamat qalın.